Etiraz eləmirsə başlayaq. Kim partiya tarixindən imtihanın başlanmasına razıdır? Əleyhinə bir tərəf yoxdur ki, onda başlayaq. İmtihanda 4 nəfər iştirak eləyir. 3 Qayıbovlar, bir də Məmmədov. Sən də Qayıbovlardansan, ha? Xeyr, mən Məmmədovam. Bura gələ. Bugünkü imtihan aşkarlıq və demokratiya ruhunda keçiriləcək. Bütün ölkədə qızğın bir dəyişiklik getdiyi dövrdə biz bu axından geri qala bilmərik. Necə ki, yeni dövr tələb edir. Eşitdin, hə? Bəli. Bilet çək. Baş. Mən hazır. Aferin Məmmədov, oğulsan. Keç əyləş, sağ ol. Kafi. Kafi? Ot aşağı. Qayıbovlar. Mən bilirəm ki, siz imtihana ciddi hazırlaşmışsınız. Ona görə də sizin hər işiniz əla yazır. Bu ki ədalətsizlikdir. Mən bilirəm. Bilirəm siz niyə onlara əla yazırsınız. Birinin atası upravlə işidir, o birinin atası nazirdir, birinin də atası... Bəli, doğrudur. Mən bunu sadə əməkçi oğlundan gizlətmirəm. Axı imtihan aşkarlıq şəraitində keçirilir. Demokratiya nümayiş elətdiririk də. Bəs təqayım. İndi bəs mən neyini? Sən də etiraz elə. Protest yaz, bizi tənqid elə. Demokratiyanı göstərməli ya yox.